Hello guys. Hello, how are you doing? Are you ready to learn English with through stories? Now, let's begin. Salam uşaqlar. Nağıllar vasitəsilə ingilis dili öyrənməyə hazırsınızmı? Gəlin öyrənək. Bugünkü nağılımız bizim nə olacaq? Christmas Miracle for Tommy. Bildiyiniz kimi yeni il yaxınlaşır. Hamı yeni il abu-havasındadır. Mən də istərdim ki, sizinlə yeni ilə aid bir nağılı tərcümə edək və bu nağılla tanış olaq. Christmas Miracle for Tommy. Tommy üçün Christmas möcüzəsi. Deməli, buradakı qəhrəmanlarla, buradakı baş verən hadisələrlə gəlin tanış olaq. Once upon a snowy night. Bir gün, bir qarlı gecədə, in a small town covered with soft white snow, balaca şəhərdə, yəni yumşaq, ağ qarla əhatə olunmuş, bürünmüş balaca bir şəhərdə, yəni in a small town, balaca şəhərdə, lived a little boy named Tommy. Kiçik bir oğlan, Tommy adında kiçik bir oğlan yaşayırdı. Tommy had no parents. Tommy'nin valideynləri və evi yox idi. No home, no parents. And he lived under an old bridge near the town square. O, şəhər meydanının yaxınlığında köhnə körpünün altında yaşayırdı. Yəni bu nağılımız, yəni çox hissələri keçmiş zamandan ibarət olacaq. He lived, yəni o yaşayırdı deməkdir. Then daha sonra but even though he was poor, o kasıb olmasına baxmayaraq, his heart was full of kindness and dreams. Onun ürəyi çox yəni təmiz, saf qəlbi və arzularla dolu idi. Yəni bu qəhrəmanımız çox, yəni Tommy çox saf qəlbli bir ürəyi var idi. Və daha sonra he had a small fruit shop by the roadside. Yol qırağında balaca meyvə dükanı var idi. He had a small fruit shop. Yəni balaca dükanı vardı. His shop is very small and keeps some fruits. Onun dükanı balacadır və demək olar ki, bir neçə meyvələri saxlayırdı. Meyvələrdən ibarət idi. On a wooden table and sells the fruits. Yəni burada taxtadan olan stol var idi və orada da o meyvələrini satırdı. Sell the fruits. He bought some fruits from a farmer. Gəlin bir də baxaq. Arxaya. Deməli, his shop is very small and keeps some fruits. Yəni o meyvələr var idi ki, orada çox meyvələr saxlayırdı taxta stolun üzərində və orada meyvələri satırdı. He bought some fruits from a farmer, some fruits. Yəni o meyvələri alırdı. He bought some fruits, meyvələri alırdı və onları selling on a street, küçədə satırdı. Selling on a street. Sonra nələr baş verirdi? So he gets only a small profit. Yəni o yalnız kiçik mənfəət, xeyir əldə edirdi. Yəni çox kiçik qazanc əldə edirdi. But with a little money he earns, qazandığı kiçik pullarla, az pullarla, he buys cheap food from the roadside. O yol qırağında ucuz ərzaqlar alır. Buys, yəni alır. Daha sonra then he eat under the tree. Ağacın altında onu yeyirdi. And then go to under the bridge. Körpünün altında. Then go to under the bridge, yəni körpünün altına gedirdi.
Uşaqlar, biz bu nağılları, yəni tərcümə etməkdə məqsədimiz odur ki, siz bunları dərindən, yəni tərcümələrini yiyələnərək, daha sonra bunun özünə tərcüməsiz variantına baxaraq siz artıq ingilis dilini həm dinləyib, native speakers'dən dinləyib onları daha da dolğun şəkildə sizə aydın olacaq hər şey və anlayacaqsınız dili. Sizin listening skillləriniz, dinləmə bacarıqlarınız inkişaf eləyəcək. Və o körpünün altına gedir və then he sleep in the small tent. Sonra balaca bir çadırda yatır. He sleep in the small tent. Və yatır. One day a man come his fruit store and buy some fruits. Bir gün kişi meyvə, yəni onun meyvə piştaxtasına, store o deməkdir ki, o qoyub satdığı yerdə piştaxtasına gəlir və biraz meyvə alır. Buy some fruits. Və he take his wallet from pant pocket and give money to the boy. O cibindən yəni öz pul qabını çıxardır və give money to the boy və o pulu oğlana verir. Give money to the boy. And daha sonra görün nələr baş verir. He at that moment the wallet in his pant pocket. Hal-hazırda, yəni həmin dəqiqədə pul qabısı cibindən. Sizcə nə olur uşaqlar? Cibindən, bəli, accidentally fell in front of the fruit shop without him noticing it. Yəni o bilmədən, təsadüfən, accidentally düşür, yəni Tommy'nin dükanının qabağına. Yəni o bunu hiss etmir. Onu bilmədən salır və görün Tommy neynir? He picked up the wallet and ran after the man. O pul qabını götürür və kişinin arxasınca qaçır. Ran after the man. Qaçır. Yəni ardıcıl hərəkətdir. Görürsünüz burada hamısı keçmiş zamanda ardıcıl hərəkətlər göstərir. He stopped the owner of the wallet and returned it to him. O pul qabının yiyəsini saxlayır və onun pul qabını ona qaytarır. Daha sonra nə baş verir sizcə? At that moment the man was pleased to see the boy's honesty. Həmin dəqiqə kişi oğlanın dürüstlüyündən razı qalır. Yəni was pleased to see the boy's honesty. Yəni o honesty sözü dürüstlük deməkdir. Oğlanın dürüstlüyünü görərək çox razı qalır, sevinir. Və həqiqətən də bu nağıl bizə çox böyük ibrətamiz, yəni fikirlər aşılayır ki, biz həmişə dürüst olmalıyıq. The man praised him and gave him some money. Kişi onu tərifləyir. Uşaqlar, praise tərifləməkdir. Tərifləyir və gave him some money. Biraz ona pul verir. Və sizcə nə deyir oğlan? Then the boy refused to take the money and said. Oğlan pulu götürməyə etiraz eləyir. Yəni qəbul etmir. And said. Və deyir. So, because that wasn't his money. Etiraz edir və deyir ki, onun pulu deyil axı bu. So, because it wasn't his money. Seeing the boy's good nature və həmin kişi oğlanın gözəl ürəyini, təbiətini görərək thanked him and walked away. Təşəkkür eləyir və gedir. Walked away. Every Christmas, Tommy would sit near the big Christmas tree in the town center. Hər Christmas bayramında Tommy böyük Christmas ağacının yanında əyləşərək, şəhər mərkəzində əyləşərək, nə edir sizcə uşaqlar? Əyləşərək and watch other children laugh, play and open gifts. Və beləliklə o, uşaqların gülüşünə diqqətlə baxaraq, oynayaraq və onların hədiyyələri necə açmasına baxır.
baxaraq, yəni he never felt jealous, yəni o heç vaxtı qısqanclıq etmir, yəni paxıllıq etmir heç vaxtı. He never felt injured, jealous. Instead, he smiled and said softly. Onun əvəzinə isə o gülür həmişə və çox yumuşaq şəkildə deyir. Maybe next Christmas, maybe next Christmas Santa will come for me too. Ola bilər gələn Christmas Santa gələcək, həmçinin gələcək. Will come bilirsiniz ki, gələcək zamanında da, yəni gələcək. The wish of Tommy. Yəni burada isə indi arzusu nədir? Tommy'nin sizcə arzusu nədir? Gəlin baxaq. Tommy saw a bright star twinkled in the sky. Tommy səmada parlayan, parlaq bir ulduz görür. Twinkling in the sky. Parlayan bir ulduz görür. He clasped his little hands and whispered. O əllərini yəni birləşdirərək və pıçıldayır və whispered pıçıltı ilə deyir. Dear Christmas star, please tell Santa I just want to meet him once. Əziz Christmas star, zəhmət olmasa Santa'ya de ki, mən yalnız I just want to meet him once. Mən yalnız onunla bir dəfə görüşmək istəyirəm. Bir dəfə görüşmək istəyirəm. Və then he go to his tent. Sonra o çadırına doğru gedir. He lay on the bed and drifted to sleep. O çarpayısında uzanır və yatmağa çalışır. Dreaming of Santa's sleigh and jingle bells. O Santa'nın xizəylin və jingle bells və zənglərinin, zingildəyən zənglərin səsini eşidərək yuxulayır. Daha sonra the next morning, növbəti səhəri günü, Tommy saw a small girl crying near the tree. Tommy balaca qızı ağacın yanında ağlayaraq görür. Yəni növbəti Tommy'nin növbəti qəhrəmanlığı, səxavətli ilə tanış olacaqsınız ki, Tommy saw a small girl crying near the tree. Ağacın yanında ağlayan balaca qızı görür. Və her shiny red toy car had fallen into the frozen pond. Pond uşaqlar gölməçə gedir. Yəni onun parlaq qırmızı oyuncaq maşını. Yəni cümləni tərcümə edərkən müftədadan əvvəldən başlayırıq. Bu şəkildə onun parlaq qırmızı oyuncaq maşını hara düşür? Donmuş gölməçəyə düşür. Və Tommy növbəti qəhrəmanlığını edir. Without thinking twice, Tommy crawled on the ice. Fikirləşmədən dərhal o buzun üstündə sürünərək, buza tullanaraq, gölməçəyə tullanaraq, sizcə nə edir? Reached carefully. Ehtiyatlı şəkildə, diqqətlə çatır və oyuncağı götürür. Pull the toy out. Tommy gives the car to her. Tommy onun maşını qıza verir. She was very happy to get her favorite toy. Yəni onun sevimli oyuncağını onu bəxş edərkən qız çox sevinir. Qızcığaz çox sevinir və beləliklə the girl's mother come to Tommy and she thanked him. Qızın anası Tommy'yə yaxınlaşır və ona təşəkkür edir. Thanked him and gave him a warm scarf and a cookie. Və ona isti şərf və peçenya. Cookie uşaqlar peçenyadır. Scarf, warm scarf da isti şərfdir. Onu ona bağışlayır. Tommy smiled and said. Tommy gülür və deyir. That's okay. Christmas is for helping others, right? Bu Christmas hamıya kömək etməkdirmi? Elə deyilmi? Düzdürmü?
Sonra what Tommy didn't know was, Tommy yəni bilmədiyi o idi ki, high above the clouds Santa was watching. Onu bilmirdi, amma Santa ona baxırdı, müşahidə eləyirdi. Above the clouds, buludların yuxarısında onu nəzarət eləyirdi, ona baxırdı. Və Santa's secret plan növbəti hissəmizdə isə biz Santa'nın sirli planını öyrənəcəyik. That night as the clock struck midnight, o gecə saatın əqrəbi 12-ni vurduqdan sonra gecə yarısı nə baş verir sizcə? Nə baş verir? A soft ho 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 echoed across the sky. Səmanın ətrafında ho 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 səsi, yəni əks-səda olaraq eşidilir. Yəni onun səsi yayılır ətrafa. Şaxta babanın səsi, Santa Claus'un səsi. Santa's sleigh landed quietly from behind the houses. Santa'nın xizəyi sakitcə evlərin arxasından yerə enir. Landed, yerə enir. Daha sonra the reindeer pulls the snow, bells jingling gently. Marallar qara enərək və zənglər də sakitcə, yəni zənglər çalınır. Daha sonra Santa stepped out with a big red bag and whispered. Santa böyük qırmızı çantasını götürərək və whispered və pıçıldayır. Sizcə nə pıçıldayır? Santa looked inside the tent. Santa çadırın içərisinə baxır. The boy was sleeping there. Oğlan orada yatırdı. He placed a cozy red house beside Tommy. O, Tommy'nin yanında nə edir uşaqlar? He placed a cozy red house beside Tommy. Tommy'nin yanında böyük, qırmızı, rahat ev yerləşdirir. Placed, yəni yerləşdirir deməkdir. Və when Tommy woke up, Tommy yuxudan oyananda, he rubbed his eye in shock və gözlərinə inana bilmir. Gözlərini avışdıraraq inana bilmir. There stood a shiny new house. Burada parlaq yeni bir ev görür, dayandığını görür. A bed with a blanket, çarpayı görür yorğanla. A table full of food and toys, stol görür. Yəni ərzaqlarla, oyuncaqlarla dolu stolu görür. Then he heard a deep jolly voice behind him. Sonra o dərindən sevinç səsini arxasında eşidir. Yəni behind him, arxasında sevinç səslərini eşidir. Hello Tommy. He couldn't believe it. Salam Tommy. Santa Claus onu salamlayır və o inanmır. He couldn't believe it. İnanmır ki bu baş verir. Seeing Santa, tears of joy flowed from his eyes. Onun gözlərindən sevinç gözyaşları axır. Və Tommy, Santa said Tommy, Santa Tommy'ye deyir, Merry Christmas Tommy, you believed. Merry Christmas, yəni bayramın mübarək Tommy. Sən inandın, you believed. You shared and you were kind. Yəni sən inandın və sən hər şeyini paylaşdın və sən çox ağıllısan, səmimisən, mehribansan. That is a real Christmas magic. Bu həqiqi Christmas möcüzəsidir. Yəni magic möcüzə deməkdir. He ran and hugged Santa tightly. O qaçır və Santanı möhkəm qucaqlayır. Hug qucaqlamaq deməkdir. Daha sonra Santa smiled and said, Santa gülür və deyir, Never stop believing in kindness, my boy. Heç vaxtı, yəni səxavətli olmağa, əl açıq, ürəyi təmiz olmağa
olmağını dayandırma. Yəni həmişə belə ol, mənim oğlum. Daha sonra isə you are on my nice list forever. Sən həmişə mənim gözəl siyahımdasan. From that Christmas on, Tommy shared his food and gifts with every poor child in town. Tommy nə edir? Öz ərzağını paylayır və uşaqlara, şəhərdə uşaqlara hədiyyələri verir. Sonra and Christmas Eve, a bright star would shine above his little red house. Yəni onun evində nə baş verir? İşıq parlayır. A sign that Santa still watched over his kind-hearted boy. Yəni Santa hələ də öz yəni səxavətliyindən, mehribanlığından, yəni hələ də əl çəkmir. Hələ də o xasiyyəti qalır. Və beləliklə buradan nə nəticə çıxır? The moral of the story, hekayənin ideyası, əsas ideyası ondan ibarətdir ki, true Christmas magic isn't in gifts or lies. Əsas Christmas möcüzəsi hədiyyələrdə və yaxud işıqlarda deyil. Sizcə nədədir? It's in being kind, honest and helping others with love. Bu, mehriban, dürüst və digərlərinə kömək etməkdir. Sevgi ilə kömək etməkdir. Yəni bu Santa Clausun sözləri olur. Və buyurun, biz yenə də bir nağılın tərcüməsi ilə tanış olduq və yeni bir ideyalarla, hər nağılda, yəni bir yeni ideyalarla, nəticə ilə tanış oluruq. Çox sağ olun diqqətinizə görə.